Bugün Azərbaycanda Gənclər Günü qeyd olunur. Bölgə TV xəbər verir ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-cı ilin bu günündə Azərbaycan Respublikası Gənclərinin birinci forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması ilə 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Dünyada yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib. Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların fayda məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sisteminin iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin Gənclər ili elan edilməsinə də göstərib. 2007-ci ildə Prezident İlham Əliyev 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramının təsdiq edilməsi barədə sərəncam imzalayıb. Bundan başqa 2011-ci ilin 6 aprel tarixində Prezident İlham Əliyev Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı haqqında sərəncam imzalayıb. Proqramın əsas məqsədi ölkəmizdə gənclərin siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etmək olub. Gənclərin hər tərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısına gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədə beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmə məqsədi qoyulub. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə Gənclər Günü Prezident mükafatının təsis edilməsi olub. Rəna Rövşənqızı, Bölgə TV.